Herkese salam. Bugün uzun müddətdən sonra konfor zonamdan çıxıb sizin üçün yeni bir video çəkmək qərarına gəldim. Bu videoda nə barədə danışacağam mən? Hər kəsin doğru bilərək etdiyi bir yanlış barədə danışmaq istəyirəm. Bu yanlış nədən ibarətdir? Sünnət adəti. Əslində sünnət harada yaranıb, necə formalaşıb, necə olub ki, hələ də bu gün öz aktuallığını qorumağı bacarır. Bu mövzu barəsində danışmaq istəyirəm. Çox təəssüflər olsun ki, bizim cəmiyyətdə, yəni müsəlman cəmiyyətlərində insanlar sünnəti İbrahimdən gələn bir adət kimi qəbul edirlər və bu adəti onlar Allahla insan arasında bir əhd, bir nişan kimi qəbul edirlər. Əslində isə Allahla insan arasında əhd, nişan cinsiyyət orqanında yerləşməməlidir. Düşünürəm ki, əgər bir insan Allaha inanırsa, Allah ilə onun arasında olan o nişan qəlbdə bağlanmalıdır. Nə qədər biz inanmasaq da, mən düşünürəm ki, bu belə olmalıdır. Ümumiyyətlə, əgər bir adət yaranırsa, o adətə artıq zəruriyyət yaranıb deməkdir. Yəni, zəruri olmayan bir adət, mən düşünürəm ki, heç vaxt formalaşmaz. Sünnət də belədir. Sünnətin yaranmasına zərurətlər var. Bu zərurətlər nədən ibarətdir? Hər birimiz bilirik ki, sünnət olunmayan cinsiyyət orqanında dəri qatı olur və o dəri qatı kəsilərək götürülür. Bəs yaxşı, bu dəri qatını nəyə görə kəsib götürməyə ehtiyacı duyub insanlar? Onu da qeyd edeyim ki, sizin bildiyinizin əksi olaraq sünnət Allah tərəfindən buyurulmuş bir şey deyil. Bunu siz Quranda görmürsünüz. Çünki Quranda belə bir ayə yoxdur. Siz bunu hədislərdə görə bilərsiniz. Hədislər Qurandan çox-çox sonralar yazılmış mətnlərdir və kim tərəfindən yazıldığı da yəqin ki, orada da insan tərəfindən yazılıb, eyni Quran kimi insanlar tərəfindən yazılıb. Sünnətin ilk dəfə harada formalaşması biraz mübahisəli mövzudur. Nəyə görə? Mən istəyirəm ki, sizə Herodotdan qısa bir mətn oxuyam. Ümumiyyətlə, əgər bir insan nəsə barəsində danışırsa, o sübutlara və dəlillərə əsaslanaraq danışmalıdır. Mən də eynən bunu etmək istəyirəm. Sizə Herodotdan bir parça oxumaq istəyirəm. İstəsəniz, siz də bunu əldə edə bilərsiniz. Ümumiyyətlə, Kolxislilər deyilən bir xalq, bir tayfa olub və onlar kim idi? İndiki Gürcüstanın qərbində yaşayan tayfalar idi. Yazılır ki, yəni Herodot yazır, Kolxislilərin Misir məşğul olduqları açıq aydındır. Və bunu mən başqalarına eşitməzdən əvvəl özüm müşahidə etmişdim. Məsələni araşdırarkən hər iki tərəfdən soruşdum. Kolxislilərin Misirlilərin Kolxisləri xatırladığından daha yaxşı xatırlayırlar. Yəni, Kolxislər Misirlilərdən daha yaxşı xatırlayırlar. Əsas mövzu bunda deyil. Gələk əsas mövzuya. Herodot deyir ki, mən də bu fikrə təkcə onların tünd dərili və qıvrım sası olmaqlarına görə deyil. Diqqətli olun. Daha çox ona görə gəldim ki, bütün insan irqləri arasında yalnız Kolxislilər, Misirlilər və Efiopiyalılar ən qədim dövrlərdən etibarən sünnət adətini tətbiq etmişlər. Və Fələstin ərazisində yaşayan Finikiyalılar və Suriyalılar bu adəti Misirlilərdən öyrəndiklərini etiraf edirlər. Yəni, o sonra yazır ki, sünnət edən xalqlar yalnız bunlardır və onlar bu adəti açıq aydın Misirlilərlə eyni şəkildə yerinə yetirirlər və bunu da özləri etiraf edib. Herodotun böyük tarixçi olduğunu hamımız bilirik. Demək istədiyim odur ki, bu gün də mübahisəli mövzudur. İlk dəfə sünnət Kolxislilərdə yaranıb, yoxsa Misirlilərdə yaranıb. Hər halda biz onu bilirik ki, İbrahim tərəfindən yaradılmayıb. Çünki İbrahimdən qabaq, hətta çox-çox qabaqları. Mən sizin üçün bura və bura bəzi şəkillər qoyacağım. Bu şəkillər Misirlərin həkk etdiyi şəkillərdir daş və gül üzərinə. Siz onlara baxaraq özünüz də daha aydın görəcəksiniz ki, əslində sünnət ilk dəfə İbrahim Peyğəmbər tərəfindən yox, Misirlər tərəfindən həyata keçirilib. Və bugün onu deyən insanlar ki, hansı ki biz sünnət olunuruq, çünki biz müsəlmanıq, bu İbrahimdən gələn bir adətdir. Əslində siz bunu edərək İbrahimdən gəldiyinizi yox, Misirlilərdən və yaxud da Kolxislilərdən gəldiyinizi etiraf etmiş olursunuz. Yəni bu onlara xas bir adət olduğuna görə
Əgər siz bunu icra edirsinizsə, artıq siz həm də etiraf etmiş olursunuz ki, biz Misirlilərdən gəlməyik, yəni Misirlilərin yetirmələriyik. Bu mənaya gəlir. Bunu mən demirəm, bunu siz deyirsiniz. Həm də mən bir şey başa düşə bilmirəm. Əgər bir müsəlman Qurana istinad edərək dinini müdafiə edirsə, həm də müsəlman həmçinin Qurana istinad edərək deməlidir ki, orada səhv eləmirəmsə Tin surəsində qeyd olunub, Allah tərəfindən deyilir ki, biz insanı qüsursuz bir biçimdə yaratdıq. Əgər Allah sizi qüsursuz bir biçimdə yaradıbsa, nəyə görə cinsiyyət orqanınızı kəsmək məcburiyyətində qalırsınız? Məsələn, həm də gəlin bunu qarşılaşdıraq. Qadınlar hər ay periodik olaraq menstruasiya dövrü yaşayırlar. Və bu menstruasiya dövrü qadınlarda cəmiyyət tərəfindən mundar bir. Yaxşı, bəs sünnət hansı zərurətdən ortaya çıxır? Sünnətin ortaya çıxma zərurəti ondan ibarətdir ki, biz bilirik Misirdir, Efiopiyadır və yaxud da olsun ərəb ölkələri kimi bölgələrdə, hələ biz ərəbə keçmirik, Misiri və Efiopiya nəzərdə tuturam. Bu ölkələrdə hava hədsiz dərəcədə istidir. Və isti olduğuna görə həm də su problemi var, özünüz bilirsiniz. İnsanlar hər dəfə yuyunmağa su tapmırdılar və buna görə də onlarda cinsiyyət orqanlarında bakteriyalar, infeksiyalar formalaşırdı. Onlar da bu, yəni daha təmiz olsunlar deyə cinsiyyət orqanlarının dərilərini kəsirdilər təmizlik məqsədi ilə. Yəni sünnət həm təmizliyi bildirir, həm də belə də biz deyə bilərik, belə bir iddia da var ki, həm də onlar çölələrində cinsiyyət orqanlarını kəsirdilər və bəzi mənbələrdə də deyilir ki, əslində onlar çölələrin cinsiyyət orqanlarını tamamilə kəsirdilər. Yəni onlar qadın halına gətirilirdi, artıq çox ola bilməsinlər deyə. Bunlara cəza olaraq, yəni tabe olmayan kölələrdən söhbət gedir. Tabe olmayan insanların cinsiyyətini kəsirdilər və onları özlərinə tabe etmək üçün. Bu da bir cəza idi. Və siz bilirsiniz ki, həmən o Fələstin ərazisində yaşayan insanlarda, yəni Musanın qəbiləsindən olan insanlarda Misirin köləliyi altında qalıblar. Yəni sünnət əslində təmizliyin bir rəmzi olaraq formalaşıb Misirdə və bu yavaş-yavaş necə ki Misirlilərin, Şumerlərin, Babililərin düşüncə tərzi gəlib Fələstin ərazisində yaşayan insanların və Fələstindən sonra ərəb coğrafiyasında yaşayan insanların düşüncəsinə təsir edərək müxtəlif dinlər formalaşdırdığı kimi sünnət də bəzi insanlara keçmişdir. Və onu da qeyd edeyim ki, əslində Qurandan əvvəl ərəb icmasında insanlar sünnət olunurdu. Yəni bu onlardan da əvvəl olub. Necə dediyim kimi Misirdən, Efiopiyadan keçir Fələstinə, Fələstindən də keçir bu ərəblərin adət-ənənəsi halına çevrilir. Və Allahın qüsursuz bir biçimdə yaratdığı canlını siz sünnət etmək məcburiyyəti duyursunuz. Məsələn, Allah əgər irəli sürürsə ki, mən insanı qüsursuz biçimdə yaratmışam, sünnət də əgər təmizlik simvoludursa, onda o dəri ilə doğulmazdınız. Niyə o dəri ilə dünyaya gəlirsiniz? Yəni, niyə Allah insanı o dəri ilə dünyaya gəlmək ehtiyacında hiss edib? Və tamam, indi siz irəli sürə bilərsiniz ki, sünnət insanla Allah arasında bir nişandır, işarədir. Allah niyə sizinlə o əhdini, simvolunu, işarəsini cinsiyyət orqanınıza yerləşdirib? Axı, əgər siz Allahla aranıza bir işarənin, bir əhdin olmağını istəyirsinizsə, Allaha inanan insan bunu qəlbində hiss eləməlidir, cinsiyyət orqanında deyil. Mən belə düşünürəm. Və keçək, məni hədsiz dərəcədə narahat edən bir mövzu var. O mövzu demək istədiyim ondan ibarətdir ki, biz əslində yeni doğulan uşaqları, yəni uşaqlarımızı sünnət etməməliyik. Səbəb nədən ibarətdir? Mənim bədənimdə icra edilən əməl mənim könlüm olaraq həyata keçirilməlidir. Yəni mənim demək istədiyim budur ki, əgər sizin uşağınız böyüyərkən o dəri onu narahat etsə, o dəri onda hər hansısa bir narahatçılığa yol açsa, o istəyərək
çox da rahat, tibbin bu dərəcə inkişaf etdiyi dövrdə cinsiyyət orqanındakı o artıq dərini kəsdirə bilər. Bunun üçün siz yeni doğulmuş uşağınızı və yaxud da yeniyetməlik dövrünə girməyən uşağınızı bıçağın altına yatızdıraraq o artıq dərisini kəsdirmək artıq dırnaqarasıdır. Dırnaqarası artıq dərisini kəsdirmək məcburiyyətində özünüzü hiss etməməlisiniz. Və yaxud da sizin uşağınız böyüyərkən əgər bu müsəlmanların özlərinə götürdüyü, özlərində qəbul etdiyi bir adət-ənənədirsə, sizin uşağınız böyüyərkən bəlkə heç müsəlman olmayacaq. Biz elə bir ölkədə yaşayırıq ki, burada bizə istədiyimiz dinə ibadət etmə, istədiyimiz dinə inanma və yaxud da inanmama kimi bir haqqımız var. Heç kəs durub nə uşağını, nə məni, nə etibarı və yaxud da digər bir insanı, yoldan keçən bir insanı ittiham eləyə bilməz ki, sən niyə filan dinə inanmırsan? Əgər dövlət bu hüququ mənə bəxş edirsə, siz dövlətin yanında heç kəssiz. Niyə qızlarımızın menstruasiya olmasından utanarkən, qanamasından utanarkən, oğlanlarımızın cinsiyyət orqanının kəsilib qan axıdılmasından biz zövq almalıyıq? Bu hansı mazoxistliyə sığır, mən hələ də anlamıram. Yəni niyə bundan qürur duymaq lazımdır ki, amma ki valideynlər də onu nəzərə almalıdırlar ki, uşaqların üzərində həyata keçirdikləri bu əməl onların haqqına girməkdir. Sənin uşağın böyüyərkən onda travma yarada bilər və yaxud da sənin uşağın böyüyəndə müsəlman olmaya bilər. Yenə də deyirəm, əslində sünnət müsəlmanlığın bir simvolu deyil, sadəcə o hala gəlib deyə mən bunu deyirəm. Sənin uşağın böyüyərkən özü qərar verməlidir. O dəri onu narahat edir, yoxsa yox. Bu qədər. Düşünürəm ki, məni düzgün anlayarsınız. Əgər kiminsə əlavə bir fikri varsa, çox mədəni tərzdə öz sərhədlərini aşmadan, mədəniyyət çərçivəsində öz fikirlərini bildirə bilər. Bu günlük bu qədər. Hələlik.